Səcdədən başı qalxanda o namərdin qılıncı da yuxarıdan gəldi aşağı imamın başına. Qılınc başına dəyəndə sanki bilindi, bəlli oldu ki, imam nə qədər məzlumanə yaşayırmış. Burada Fustu və Rəbbil Kəbə. And ola Kəbənin Allahını canım qurtuldu. Bu ümmətlə yaşamaq nə qədər çətin imiş ki, ya Əmirəl-Möminin, sənin canın qurtuldu burada. Bu namaz qılanlarla yaşamaq nə qədər çətin imiş sənə ki, başına qılınc dəyib deyirsən ki, and olsun Allaha ki, mənim canım qurtuldu. Nə qədər çətin yaşayır. Deyir də, özü deyir ki, boğazında sümük qalmış, gözündə tikan qalmış bir adam kimi yaşadım mən sizlə. Torpağı götürür, qoyur yarasına, deyir, ey Əli, torpağa qonaq olmağa hazırlaş. Daha bu az qalıb, sondur. Mələklər nida elədilər, ədalət sütunlarını qırdılar.